Gəl deyəcəm xanım, qurban. Mən tuturum. Hə, əvvəla xoş gəlmişsiniz, qurban olum sizə. Gələn əlləriniz var olsun, səsimizə səs verdiyinizə görə. Bizim, Allah bizim prezidentə də dəyməsin. Mən demirəm, Allah xeyrin versin. Kim alır, kim nə qoyur, Allah xeyir versin. Mən heç bir devlət orqanının adını çəkmirəm, nəyimə lazımdır. Heç kimin də özləri hər şeyi yaxşı bilir, yaxşı. Gəlsin, demirəm ki, mənə ev versin, ev istəmirəm. Heç olmasa, bizi bir yerə müvəqqətdir. Demirəm, mənə daimilıq bir yerəsin. Mənim uşağım xəstədir, qurban olun. Baba qoyub evdə gedirəm. Antizm xəstəsidir. Müəllim evə də gəlmir. Başına siqnal çatmır. Buradan cənab prezidentimə səslənirəm. Mənim ali başkanım. Mən demirəm, mənə villa versin. Gəlsin mənim müvəqqəti. Yerləşsin bir yerə, kəndimiz alınır. Allah şəhidlərimə rəhmət eləsin, qazilərimizə də can sağlayın. Gəlsin, göçsün ora, müvəqqəti. Mən qalım orada. Mən uşağımı qoyub gedirəm. Baba, bu səhər, üzr istəyirəm, görə gəldiyim yerdə uşağa görə. Yıxıldım, qılçam bu qoyur. Mən uşaqdır, qanmaz uşaqdır. O yediğin iş. Gedər yıxılar o quyunun içinə. Şirkət özü də dedi ki, bura elə bir şey gəlib qazılacaq ki, yəni burada yaşamaq mümkün olmayacaq. Yer deşən deyil, nə deyil valla. Gedər qanmaz uşaqdır, yıxılar onun içinə. Şirkət də pis olar, mən də pis olaram. Devlət məni gəlib tutub aparar ki, uşağı niyə yiyəsiz qoy, saxlaya bilmirdim. Aparıb devlət orqanına verir. Gələcəyin anasıdır burada yaşayanlar, gələcəyin bəyidir. Burada 44 günü müharibədə belə opişlərdə yaşayan uşaqlar getdi. Ali baş komandamızın dalında durdu, Qarabağ aldı, bizə verdi. Onların torpağına qurban olum. Biz heç bir çıxmırlar ki ortaya. Burada yaşayan ya adamdır, ya heyvandır, ya nədir? Biz hara gedək dərdimizdə? Ha? Bax dərdimizi hara deyək? Bax kimə deyək? Salam əleykum. Mən Cümşilov Şəfək baba qızı şəhid ailəsi. Yəni ki mən özüm burada yaşayıram, oğlanlarım da burada yaşayır. Nəvəm 5-də yaşayır, nəvəmin evinə inan ki damımız damır. Gedək baxaq. 5-ə? Mən. Gəl gedək baxaq. Buyur. Osmanova Səmaya Qurbanəli qızı. Tutma. Bacı 10 dəqiqə bundan qabaq mən Üskori çağırmışam. Üskori buranı tapıb gələ bilmir. Stol altında oturmuşam, belimi də bağlamışam. Bizim çarəmiz bir dənə göydək Allah'a. İcra hakimiyyəti demirəm. Sağ olsun, Allah kömək olsun. Bizi o tərəfdən köçürtdü bura 4 aylığa. O 4 ay olub 6 ay. Bilmirik nə qədər. Mən oğlumu evdə saxlamıram ki, uçar cəhənnəmə qoy mən ölüm, oğlum ölməsin. Evləndirə bilmirəm. Sözümüz bir dənə Allaha qalır. Valideyn kimi hamı bilir ki, bu qəzalı binadır. Yəni qəzalı yataqxanadır bura. Rəyimiz də var. Qəzalı binadır. Uşaqların yəni təhlükəsizliyi təmin olunmur, yol uzaq olur, məktəbə gediş-gəlişi var. Çox acınacaqlı vəziyyətdə yaşayırıq. Hələ də düzdür, dəfələrlə müraciət etmişik icra hakimiyyətinə. Hələ bir nəticəsi yoxdur, söyləyiblər ki, gözləyin. İndi belə bir vəziyyətdə indi siz deyin, sizə buraxıram sonunu. Nə tədris olacaq? Stol altında oturmuşam ki, görəm kim skorini hardan gətirsinlər bura, yer yoxdur. Quran haqqı bayaqdan zarıyıram, evdə yenə düşdüm ki, çəkiliş gəlir, bir sözümüzü deyək. Skor gəlir, yer tapır girməyə. Biz neyə, dərdimizi kimə deyək? Mən ailəmi, oğlumu buradan çıxartmışam. Ki, uçacaq heç olmaya cəhənnəmə, mən qalım burada. Allah köməyimiz olsun, icranın Allah köməyi olsun. Bəlkə də bizə tökəcək, bir çarə qılacaq. Amma bizə dəqiq demir ki, biz səbriniz olsun, plan vaxtı sizi köçürdəcək. Bax, qalmışıq burada bir-birimizdən dalaşa-dalaşa. Neyə? Gel ana qıma, gel, düşmərsən, gel. Gel 5-ə. Dağını çevirir, sözünü deyir. Qardaşım, bacı, valla amma olsun Allah yaşamağa qorxuruq. Evlər partlayıb, bax o da oğlumun bir ev oradadır. Yaşayış, ev partlayıb. Traktor işləyir, ev sirkələnir, qışqırışırlar ki zəlzələ. Yağan yağışda bir gecə səhərə kimi, neçə gündür yağış yağır, hamısı evin içindədir. Körpə nəvəm var, 3 aylıq, şəhidin nəvəsi. Uşaqlar qorxur dər, uşaqlar qorxur yatmağa, qalmağa. Gəlinim özü dindar adamdır, qorxurlar, səhərə kimi ana, yatmıram səhərə kimi, and olsun Allah. Bu pləçənə necə düşər? Pləçən aralanır. Nəşə ki, traktor işləyəndən pləçən aralanır. Özə mənə deyirlər ki, sən çıxırsan gündəmə. Xeyr ola gündəmə çıxıram da halıma yanım. Bir də əskər gedəndə dedilər şəhidin oğlu geçsin nümunə. Şəhidin oğlu getdi nümunə. Nə oldu? Belə olmaz, belə yaşlaşılmaz. Biz yol istiyoruz. Mən uşağım işə gedə bilmirəm. Bütün binanın başı buranın işə gedir. Ona baxın,
silkelən, elə ki zənzələmə. Hələ çöl tərəfdə çəkiləcəm sizə, su altı töşürülür. Qurbuki binanın arxasına çıxarılır. Taraka, Krisa, belə bir yerdə yaşayırıq. Bax, beşləri yıxırlar, ora bura tarakan dolu ev. Uşağımın evdə. Az qapıdan qırır. Bax, bu uşaq xəstə uşaqdır. Al, açın, üzüyü yırtma. Buyurun. Hanım heç kim dinlənmir. Elə 2 nəfərdir də ana pul ala. Bax, bu şəhidin oğlunun evidir. Gəl, heç nə olmaz, gəl, gəl. Ətrir var hanım, hamı töküldü bana. Elə bir insanlar gəldi ki bura. Olmuyor. Damıt. Ne çünkü traktör işleyenden ora. Keçin bak burayı buranın çəkin da. Bak traktör burada işleyende. Bak buranın işleyende. Ora sizin dincəldiyiniz yerdir də, elə Bura bizim uşaqların dincəldiyi. Hadi həyətimizdir da. Bu da həyətdir bura. Bak, Sərəncamı varmı bura nə deyirlər? Kağız göstərə bilərsiniz? Hepsine göre kəzməyiblər, hepsine gəlməyiblər. Biz yol istəyirik. Mənim uşağım bak dünyanın o başında işləyir. Fırlanır bütün buranı, bütün kuruk vurur gelir. Belə şey olmaz ki. Ev saxlayır. Həyət saxlayır, ev saxlayır. Bak. Uşaqlar kövadı, çörür oyuna çörür böyle dalır. Bu gizli səhərə bütün yağış yağılmış mənim evimdə. Bak bir de yığıb bura, tarakan dolu. Qapını aça bilmirsən. Tarakan girir içəri. Olmaz ki belə şey. Ala yağmurun poşkası kimi. Olmaz belə şey. Bak. Bunlar. Bax budur xanım, yaşayışımız bax budur. Budur. Mən heç nə istəmirəm. Deyirlər ki, sən Ağdamlısan, sən nə Ağdam, nə Qubadlı, hamımız bir torpağın adamıyıq, bir vətənin adamıyıq, bir Azərbaycanlıyıq. Mən başqa ölkədən deyirəm amma, mən də Ağdamlıyam, Qubadlı da məndən o tərəfədir. Qarabağ alanda hamı getdi, nə Qubadlı, nə Zəngilan, nə bilim, yerli rayon, hamısı getdi. Asla açılan qurbaxsın. Baxsın, ne tökülür, ne baxın. Tökülür, bax. Bax, bu ne üçün? Krisalar çıxır önün içine, andolsun Allah'a. Bax, bir de qadın bizə ramot elə verdikləri yer burada güyür. Bax. Buranın da güya qaziyə verəcəkdir, qazi adı yox. Buranın qazi, qazi neyini ra, qazi qolun qılçasın qoyub gəlir, qazi buna yaraşamır. Qaziyə mənim canım qurban, şəhidə mənim canım qurban. Qazi buna yaraşıqdır. Bax, 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 bax. Arkanda qazıqlar tanımırsan bağlıdır, bunun hamısı evləri. Biz heç nə demirik. Uşağın evini açarın göstərdin, Allah'ım. Uşağın evini açarın göstərdin. Hanım, mən heç nə demirəm, çıxardı, gəlsin bir yolluq desin ki, çıxın buradan, biz də işimizi bilək. Orada iş gedir, qıdalda iş gedir, türkün məsələ. Gəlib demirlər. Heç olmasa gəlin deyin ki, biz heç nə demirik. Almışsınız, Allah xeyrinizi versin. Allah'ın da... Tarakana bak. Allah... Tarakan basıp bizi. Hə, Verirsən, tarakan basıp bizi. Allah da qorxa yatır. Uşaqların qulağı pambığı qoyuruq ki, Allah xeyrin versin. Kim alır, kim götürür ki, biz demirik bizi villalı. Gəl denən ki, almışam buranı, köçüb, o qapı qırıqdır. Mən buranı köhnədən, təzədən leyka alıb, pol alıb, vurdumaq istəyirəm, remont eləmək istəyirəm də insan kimi yaşamaq istəyirəm. Düşdüm, getdim ora şirkətin yanına, şirkətə dedim ki, heç bilmədim o alıb, dedim Allah xeyrini versin, Allah birəmin eləsin, qazanmışsan zulümlə, indi də Allah bundan da güzel. Dedim, ay xanım, qapı nədir? Bura köçürülür. Əlbəttə ki, bura dedi köçürüləcək. O şeylər burada işləsə, burada heç xəstə uşaqdır. Qoyur gedirəm, yarı canım yanımda qalır. Gedər özün atar ora, qanmır, qandımır, xəstə uşaqdır. Gəl denən ki, ay millət, köçür bizim sənlər heç nə vermək. Mən bura müvəqqəti olsa prezidentin sərəncamı ilə yığılmışam. Uşağım xəstə olduğuna görə devlət qanunundan yığışmışam. Gəlsin desin ki, uşağını götür, apar kirada yaşa. Valla neçə evdə elə kiradayam. Hansı bölgədən, üzr istəyirəm sözünüzü kəsin, hansı bölgədən olur olsun ev versə də gedərsinizmi? Mən kəndə qayıtmaq istəyirəm. Yox, mən şəhərdə, vapşi şəhərdən istəmirəm. Mən Ağdamım. Allah şəhidlərimizə rəhmət eləsin. O şəhidi böyüdən valideynlər var. Onların qarşısında başı ərəm ki, çoxu bax belə yerdən çıxdı, getdi, ali baş komandamızın arxasında durdu, bayraq uzatdı, ali baş komandamızın başını ucu elədi. Şəxsən mən tanıdığım xanımlar var,
Bax deyəcəm, Ziyafət, oğlu Sami Türkiyədə oxuyurdu. Allah onun balasını yerin cənnət eləsin. Bütün şəhidlər. Onun balası Türkiyədə oxuyurdu. Polad Həşimov rəhmətə gedəndə o uşaq dura bilmədi. Gəldi, getdi, yazıldı də könüllü. O bir ayda onun meydan tapmadılar, sonra tapdılar, gətirdilər. Onu anasının qarşısında baş əyirəm, bütün şəhidlərin, Allah qazilərimizə, mən torpağıma qayıtmaq istəyirəm, mən hara gedəcəm, istəmirəm, qardanam, mən kənddə böyümüşəm, mən gəlib talvara çıxmamışam. Mən təzə ilə su qızdırıb, onun bərəkətinə qurub, orada böyümüşəm. Gedirəm, istəmirəm, süpürgəçilikdə gedib orada işləyəcəm, çatoz yığacam, qırpığım yığıb, özüm balamı saxlayacağım. Necə ki, saxlayıram, elə saxlayacağım. Ayıbdır. Gedinən ki, köçün bir yolluq. Biz də işimizi... Heç kim heç nə demir. Biz də işimizi bilək. Nəvəmdir. 3 aylıq nəvəmdir. Gələcəyin əskəri böyle. Biz də işimizi bilək ki, qadan alır. Biz də işimizi bilək ki, bura köçürülür və işimizi yığaq gedir. Mən bu uşağı qoyub gedirəm. Mən sizə iş yoldaşlarım deyir ki, uçar bina, hamı qaçar. Şeydir, nədir? Uçar uşağın qalır altında. Mənim balamı kim eləyəcək? Buradan düşürəcək. Allah istəyir, elə biz hərəkət oldu ki... Yox, mənim heç nəyim yoxdur. Vallahi heç nəyim. Qaça-qaça düşüm aşağı. Pləkən yox, bir şey yox. Şərəsiz bir yer yox. Demirəm, Allah xeyrin versin, can sağlığı ilə. Bundan da yüksəklərə Allah kim alırsa onu qaldırsın. Mənim nə devlət orqanlarım, nə heç nə. Məni vətənimə göndərsin. Ay qardaş, alınıb da vətənim. Deyir, su qoşanda o qədər evlər var ki, məni göndərsin. Bizim prezidentimizin xəbəri yoxdur. Sizin xahiş edir, yoldaş prezident. Bizə günahlı olun. Şəhidin nəvələrinə, şəhidin ailəsinə günahlı olun. Sizdən artıq dərəcədə xahiş edirik. Sizə qurban olun, başınıza dönün, Mehriban xanım. Sizdən xahiş edirəm artıq dərəcə. Mən şəhidin evlatlarının anasıyam. Yəni ki, bana nəvəmdir 3 aylıq. Yəni ki, heç kim heç nə bilmir. Uşaq səhərə kimi yağışın, leysanın suyun içində qalır. Tarakanlar, krisalar, cürbəcür əcayib qurtlar çıxır. Biz xahiş edirəm, yolumuzu bağlanır, bir skori gəlsin, bir şey gəlsin. Öydə ürəyi parıq oğlum var. Skori gələndə bilmirik hardan çıxır. Deyim, mənim özümün təziyim qalxmışdı 200-ə, mən bilmirəm hardan skori gəlsin. Skori gəlmədi. Taksiyə minib, mən skori pamışa gedib, iynə vurdurmuşam. Belə şey olmaz, qurban olun. Biz yaşayış istəyirik, yol istəyirik. Bizə günah olun, bizi bassalam olun, bizi tapdalam olun. Biz istəmirdik ki, icra başçımızı tapdalayaq. Həyatı boyu böyük bir hörmətim var Zakir Fərəcova. Yəni ki, xahiş edirəm, baxın bizə bir günahlı olun. Belə olmaz. Bilirsən xanım, qoy mən açıq danışım. Mən açıq danışan insanım. Heç kimlə də qorxacaq. Mənim devlətimə də qiymətim var. Prokurorlarıma da qiymətim var. Polislərimə də onların qurban olum. Onlar olmazsa çox şey olar. Mənim icrama da böyük hörmətim var. Burada çoxunun dili gödəkdir. Ona görə də aşağı düşmürlər. Elə gələndə o danışır, mən danışıram. Bizə başa kim danışır? Çünki hamısının dili gödəkdir, qurban olum. Səbəb? Səbəb, özləri bilir. Özləri yaxşı bilir. Özləri hamısı bilir. Siz də bilirsiniz də. Bəli. Deyin ki, biz də agah olaq. Dünənki çıxışım. Eşitsinlər sizi. Mən danışmışam, Xamizə xanım danışır, bir də Samaya xanım danışır. Hamısı qaçıb gizlənib balkon arxasında. Xeyr ola, mən danışıram, Xamizə danışır, Samaya xanım danışır. Bizim sayəmizə ev alsınlar, bizim sayəmizə pul alsınlar. Maraqları nədir? Maraqları bilmirəm. Danışanda da bizə hayasız deyirlər, üzr istəyirəm, bizə ləyəqsiz sözlər deyirlər ki, bambılıdırlar, xəstədirlər, yorumları altında pis şeylər yazır. Çox nahaq yerə. Dünənki çəkilişdə yorumlarımızın altında pis şeylər çəkiblər, yazıblar. Olmaz, haqqımı tələb edirəm, hüququmu qoruyuram, özüm cəhənnəmi, oğlanlarımı, balamı, qızımı qoruyuram. Yəni ki, mən dediyim odur ki, mən körpələrim var. İkisi bir dəqiq məktəbdədir. Böyük oğlumun 2 qızı var. Yəni ki, bunlar uşaqlar fırlanıb buradan, o başa təzədən mənim oğlumun iş yeri, əşya bazarın yanındadır, təzədən iş yerinə harı, yol yoxdur, yol istəyirik. İşıq da yoxdur burada. İşıq yox, yol yox, heç nə yox. Heç kim gəlib bizə deməyib ki, bugün keçəcəksiniz, sabah keçəcəksiniz. Xanım, dünənki efirdən sonra bunların mənə yazdığı yoruma. Mən Azərbaycan xanımıyam. Baba, bu xanım yazır ki, bu xanım villa istəyir. Mən villa istəmirəm. Mən oradan köçmək istəyirəm. Mən qanat eləyərəm. Hər qədər villa istəmirəm, nə də ev istəmirəm. Mən nə dəyərində, evlərimin, uşaqlarımın evin dəyərində, miqdarında pul versinlər, biz gedib yer ev alacam. Mən belə bina evlərindən qorxuram. Şərait versin, gəlsin bizə baxsınlar. Mən bir də 3 aylıq bəbəni saxlayıram. Dünən bütün günü yolun yağışlı leysan altında qalıb. Olmaz, xahiş edirəm. Aydın, tıkırdım, çəkim.
Çok sağ olun xanım. Siz də sağ olun. Allah köməyiniz olsun. Ümidimiz sizsiniz. Çok sağ olun. Başlığımızdır, ümidimiz sizsiniz. Sağ olun.